Başladıq dərsimizi. Deməli, hörmətli yoldaşlar, ilk dərs məntiqdə ədədə ardıcıllıq. Bax, bu ədədə ardıcıllıq bizim üçün nəyi ifadə edir? Məntiqdə ədədə ardıcıllığın önəmi nədir? Məntiq ümumiyyətlə dövlət qulluğu, sonra magistratura və başqa sahələrdə imtahanlarda 3 mövzu əsasında qurulub. Ümumiyyətlə məntiq həqiqətən də 3 mövzu əsasında qurulub. Hansıdır bu mövzular? Bir, riyazi mövzu. Yəni ki, riyaziyyatla əlaqədar olan, hesablamalarla əlaqədar olan mövzu. Bura daxildir ədəd ardıcıllıq, qeyri-aşkar operator, aşkar operator, sonra fiqur ədəd əlaqəsi, rebusda deyilir. Riyaziyyatla bağlı olan mövzular. 2. Şəkillərlə bağlı olan mövzular. Şəkillərlə. Şəkillərlə bağlı olan şəkil əlaqəsi var, kublar var, qatlanmış kəsik var, müxtəlif mövzular. 3. Mətnlərlə bağlı. Mətnlərlə. Mətn. Bunları bilmək lazımdır ki, ümumi məntiq 3 mövzu əsasındadır. Riyazi, şəkil, mətn. Bax, riyazi mövzuda açar nöqtə nədir? Ədədi ardıcıllıq. Ədədi ardıcıllıq. Burada öyrənəcəyin qaydalar bütün riyazi mövzunu əhatə edir. Şəkillər üçün ən açar mövzu şəkil əlaqələrdir. Şəkil əlaqəsi. İndi mətnlər üçün nədir? Bir dənə mətnin təhlili bəs eləyir sizə ki, digərlərini də anlayasınız. Bəs Instagramda, YouTube'da digər müəllimlərin bəhs etdiyi abstrakt, riyazi analiz məsələləri bunlar nədir? Deməli, yoldaşlar, bu üç mövzu əsas məntiqin qurulması üçündür. Və yadda saxlayın ki, bu üç mövzu hər zaman bir-birinə əlaqədardır. Abstrakt deyəndə nəyi nəzərdə tutulur? Mətnin analitik təhlili deyəndə nəyi nəzərdə tutulur? Ümumiyyətlə, mətnin təhlili ilə mətnin təhlilidir. Abstrakt isə riyazi ilə mətnin qarşılığıdır. Bu üç dənə mövzunu, yəni ki, riyazi bölmə, şəkil bölməsi və mətin bölməsini kilit nöqtələrini bilsək, əmin olun ki, məntiqdən nəticəmiz hansı imtahana verək-verək yüksək olacaq. İndi gəldik, riyazi mövzudan başlayırıq hər zaman. Riyazi mövzunun açar nöqtəsi ədədi ardıcıllıqdır. Ədədi ardıcıllıq özü özlüyündə 5 mövzunun açarını saxlayır. Yəni ki, 5 mövzu üçün qayda təkcə ədədi ardıcıllıqda öyrədilir. Hansıdır? Birinci qayda kimi yazırıq ki, ədədi ardıcıllıqda öyrənəcəyimiz qaydalar 5 mövzunu əhatə edir. Ədədi ardıcıllıqda öyrənəcəyimiz mövzular 5 mövzunu əhatə edir. Öyrənəcəyimiz qaydalar. Hansılardır bunlar? Birinci, elə adından da məlum olduğu kimi, ədədi ardıcıllıqda öyrənmişiksə, ilk tətbiq edəcəyimiz yer ədədi ardıcıllıqdır. İkinci tətbiq edəcəyimiz yer hansıdır? Kənar hədlərə görə orta həddin tapılmasıdır. Üçüncü, qeyri-aşkar operatorlardır. Qeyri-aşkar operator. Dördüncü, fiqurlar və ədədlər arasında riyazi əlaqənin tapılmasıdır. Beşinci mövzu isə cədvəllər. Cədvəl. Deməli, yoldaşlar, bax, bircə dənə burada yazacağımız qaydalar, burada görəcəyimiz işlər bizim üçün 5 dənə mövzunun kilitidir. Və həqiqətən də bunu isbatlayacağıq ki, biz doğrudan da mı burada öyrəndiyimiz qaydalarla 5 mövzunu aça bilərik? Bəli. İndi başlayaq ədədi ardıcıllığımızın özündən. Deməli, yoldaşlar, bax, öyrəndik ki, 5 mövzunu əhatə edir. İndi, amma başlayırıq birinci ədədi ardıcıllıqdan. Bu ədədi ardıcıllıq nədir? Ədədi ardıcıllıq necə ki, biz məktəb vaxtı kitab oxumağı öyrənmək üçün əlifba öyrənməmişdik. Ədədi ardıcıllıq da məntiqin əlifbasıdır. Və necə ki, əlifbanı öyrənəndə əlifba özü, məsələn, hərflərimiz saitə, samitə bölünmürdü. Bu da bölünür. Ədədi ardıcıllığın
Neçə növü var? 4 növü var. 4 növü var. Birinci növ sadəcə sualı tapdığımız ədəd ardıcıllıqdır. Buna deyirik sadə suallı. Sadə suallı. Sadəcə sual işarəsini tapırıq ki, nə verilib bizə? Nəyi axtarır? İkinci növ ədədi ardıcıllığımızda artıq sual işarəsi olmur. Bu da gedir sualsız ədəd ardıcıllıq. Sualsız ədədi ardıcıllıq. Üçüncü növümüzdə həddin yerinə başqa hədd qoyuruq. Məsələn, qanuna uyğunluğu olan bir ədədə ardıcıllıq verir. Bizə deyir ki, belə deyək də, müəyyən həddinin yerinə başqa bir dənə hədd qoyacağıq və yeni ədəd ardıcıllıq alacağıq. Bunun adı gedir həddin yerinə başqa hədd yazmaqla yeni ədədi ardıcıllığın alınması. Təbii ki, bunlarla əlaqədar indi çatdıra bilməsəniz də, mən sizə bunun, yəni sırf ədədə ardıcıllığa aid olan qayda kitabı var. Kitab deməyək, PDF deyək, 3-4 səhifəlikdir. Sadəcə ədədə ardıcıllıqdakı qısa konkret qaydalar yazılıb, onlar sizə göndəriləcək. Dördüncü növü isə Rum rəqəmlərindən istifadə. Rum rəqəmlərindən istifadə. Deməli, bu digər 4 mövzu var ya, ədəd ardıcıllıqdan başqa. Bax, öyrənəcəyimiz hansı hissələrdə? Bax, birinci hissədə öyrəndiyimiz qaydana, dördüncü hissədə öyrəndiyiniz qayda istər cədvəl olsun, istər rebus olsun, istər qeyri-aşkar operator. Rebus deyəndə çaşmayın. Fiqur və ədədlər arasında riyazi əlaqənin tapılması. Fiqurlar və ədədlər arasında riyazi əlaqənin tapılmasının özündə iki hissəyə bölüblər. Biri rebusdur, bir şəkil ədəd əlaqəsi. Şəkil ədəd əlaqəsi elə fiqurlar və ədədlər arasında riyazi əlaqədir. İndi başlayırıq ədəd ardıcıllıqda qaydalardan. Məsələn, növlərini dedik, indi qaydaları. Deməli, yoldaşlar, hal-hazırda ekranda gördüyünüz misalların hər birində sualın yerini tapmalıyıq. Yəni ki, sualın yerinə nə yazılmalıdır? Bunun üçün də bizim xüsusi qaydalarımız var. Hansı qaydalardır? Bax, sadəcə sualla ədədə ardıcıllıqdır. Yəni, birinci növdir. Sadəcə sualla ədədə ardıcıllığı. Bunun özü 4 qaydaya bölünür. 4 qaydaya. Sadəcə sualla ədədə ardıcıllığın da 4 qaydası var. Hansı qaydadır? Bax, məsələn, ilk növbədə biz misala baxanda neyini bilməliyik? Necə etməliyik? Bax, məsələn, Gülşən xanım, səs açın. Gülşən, aça bilirsən səsanı? Hə, bəli. Deməli, ilk növbədə hər zaman qayda birincidə biz öyrənirik ki, ədədə ardıcıllıqda misala baxanda necə baxmalıyıq? Bax, qayda belə gedir. Ara məsafəyə sıra ilə bax. Sıra ilə bax. Sıra ilə bax. Bu nə deməkdir? Bax, məsələn, ay Gülşən, 2-dən 4-ü necə alarsan? 2-dən 4 necə alınır? Ya 2-yə vurarsan, Üstünə ya 2 üstünə... 2 gəlib. Ay sor, 2 ya gəlib üstünə üstünə. 2 gələrsən, ya vurarsan 2-yə. 2-yə. Ay sor. Bax, burada şübhəli qaldı. Bəs şübhəni necə aradan qaldıracağıq? Bax, fikirləşirəm ki, üstə gəl 2 var. Dalıca 4-dən 7 gəlib. Üstünə 3 gəlib. Okey, 3 mən gəlib. razıyam. Amma 7-dən 14-ə nə var? 2 vurub. Vur 2. Deməli, biz təkrarən vur 2-ni görmüşüksə, biz burada necə baxmalıyıq? Deməli, 2-dən 4-ə vurub 2-yə. Vurub 2-yə. 4-dən 7-yə. 3 gəlib. Üstünə 3 gəlib. Təzədən 7-dən 14-ə vurub 2-yə. Vur 2. Təzədən 3-ə gəl 3. Yenə 7-dən 34-ə vur, 17-dən 34-ə vur 2. İndi 34-dən sonra 7. Növbəti 37 üstə olur. gəl 3 eləyirsən olur 37. Ora 37 yazsın. 37-dən 74-ə vur 2-dir. 74-dən 77-yə plus 3-dür. Deməli, sıra baxanda biz nələri müşahidə elədik? Biz burada hansı əməllərdən? Deməli, bütün riyazi misallarda 4 dənə əsas əməl var. Hansıdır? Başqa əməl əlavə var. Bax, əsaslar nədir? Toplama, çıxma, vurma, bölmə. Bu 4 dənə əməl mütləqdir ki, sənin misalında olacaq. Halbuki yanında yazılacaq ədədlər dəyişən hesab olunur.
Niyə görə dəyişən hesab olunur? Misaldan misala, rəqəmdən rəqəmə ara məsafələr dəyişə bilər. Bunlar dəyişirsə, rəqəmi dəyişirsə, deməli dəyişən adlandırırıq. Bəs müəllim dedi ki, bu dörd əsas əməldən başqa da əməl var. Hansıdır o? Eninci dərəcədən qüvvətə yüksəltmək. Bir də eninci dərəcədən kök almaq. Bu nə deməkdir? Ədədin biz kubunu, kvadratını, üstü qüvvətlərini bilməliyik. Ədəddən məsələn 16-dan neçə kökdə çıxır? Məsələn 16-nı kök altına salsın. Neçə çıxır? Bunları bilməliyik. Yəni bizim işlədəcəyimiz cəmi cümlətanı 4 əsas, 2 köməkçi əməl var. Məsələn, Cəfər bəy, zəhmət olmasa səsi açın. Buyurun. Deməli, baxırıq ikinci suala. İkinci sualda, bax, 1-dən 3-ə necə ala bilərsən, qardaş? 2 artırıb. 2 artırıb, 3-dən 7-yə. Ədədi silsilənin artırma gedib də. Bəli, bəli, 3-dən 7-yə. Plus 4, 8, 4. 10, 12. Yox, ədədi silsilə olmayıb bax. 2, 4, Sadə 6, dedilər. 8. 6. Sən 8 dedin. Ha, 2, 4, 6, 8, 10, 6, 12. 8, 10. 10, 12. Bəs növbəti 12 oldu, onlardan bildin. Bax, indi gəldik. Olma. Ha, 30 yoxdur. Sadə dəfər İndi ardıcılıqdır. gəldik bir məsələyə. Özdə 30, bir də 31-in üstünə 12 gələndə 33 eləmir, 43 eləyir. Evet. Aha. Deməli Cəfər bəy, yadınızda saxlayın. 43. İstənilən riyazi ədədi ardıcılıq misallarında biz təkcə 43. burada duran ədədlərin ara məsafəsinə baxmaqdan kifayətlənməyə bilərik. Bu nə Sadə demək? ədədlər ardıcıllığı. Sadə ədədlər ardıcıllığı da deyə bilərsən və ya ara məsafənin belə ara məsafəsinə baxa bilərik. Misal ola bilər ki, ara məsafəsi sizə absurd gələr. Deyirsiniz ki, bu necə oldu? Amma ara məsafəsinə baxdığınızda görərsiniz ki, normal alınıb. Misal olaraq müəllim bunu niyə görə dedi? Bu məsələn bir dənə özümüzdən ara məsafə yazaq. Məsələn necə qeyd edək? 1, 3, sonra dalıca 7, 13, belə götürək də 1, 7, 13, 21. İndi belə yazaq. 1, 4, 7, 14, 27, 48, sual. Deməli, yoldaşlar, bax, əsas ədədi ardıcılığımız bu 1, 4, 7, 14. Məsələn, bu verilib bizə. Biz gəldik buna baxaq. 1 ilə 4 arasında. Yox, 1 ilə 4 arasında səhv hesablamışıq. Okey, buraya yazırıq 3. 3, 4, 7, 14, 27, 48 sual. Ədədi ardıcıllıq budur. Altda yazılan, ən altda. Ara məsafələrinə baxdıq. 1, 3, 7, 13, 21. Bizə absurd gələ bilər. Amma bəs biz bunu necə eləyəcəyik? Bax, ara məsafənin də ara məsafəsinə baxaraq biz bunu tapa bilərik. Yəni ki, təkcə sən misalın içindəki ara məsafəyə baxmaqla yetinməyə bilərsən. Ola bilər. Amma mən sizə qaydaları öyrədəcəm və o qaydalar üzərində misallara baxdığınızda təkcə bir qayda üzərində ilişib qalmayacaqsınız. Sürətli bir şəkildə 4 dənə qaydanı yoxlayıb o misalı tapa bilərsiniz. Bu ara məsafənin ara məsafəsinə baxmaq bu tək-tük misallarda olur. Hər zaman, yəni bu cür olmur. İndi bir-iki dənə də misala baxaq. Bax məsələn, iPhone-lu yoldaş, ismini öyrənə bilərəm. Fatma. Fatma xanım. Fatimə yoxsa Fatma? Fatma. Aha, Fatma xanım. Bax, müəllim niyə görə dedi üstü qüvvətləri bilmək lazımdır? Bax, dördüncü misallara baxırıq. Bax, 1, 4, 9, Kvadratlar. 26. Kvadratlar. 36 1 neyin oldu. kvadratıdır? 1-in. Bir, 4, iki, 2-nin. 9, 3-ün. 16, 4-ün. 25, 5-in. Bizə nə lazımdır? 1, 2, 3, 4, 5 gördük. 6 gələcək. 6-nın kvadratı 36. Deməli, biz ədədin üstü qüvvətini mütləq şəkildədir ki, bilmək lazımdır. İndi bəs, müəllim, eninci dərəcədən kök almaq nədir? Buna cavab verəcək mənim üçün Adəm bəy. Adəm, Bəli. bax qardaşım, kök altında birdən nə çıxar qardaş? Üçüncü dərəcədən kök altında, yəni kub kök altında birdən nə çıxar? 1 çıxar da, biri istər kökə yüksəl, istər üstü qüvvətə 1. Kub kök altında 8-dən 2 çıxır. Çox. Kub kök altında 27-dən 3 çıxır. Kub kök altında 64-dən nə çıxar? 4.
4. İndi mənə nə lazımdır? Elə bir ədəd tapmalıyam ki, kub kök altına salanda 5 çıxmalıdır. Bunun üçün də ədədin tərsinə baxırsan. Məsələn, necə? 1-in kubu 1, 2-nin kubu 8, 3-ün kubu 27, 4-ün kubu 64, 5-in kubu 125. 15. 125. Əla. İndi bax, təkcə misallar beləmi olur? Məsələn, ara məsafələrə baxanda biz ancaq bunlara mı diqqət yetirməliyik? Toplamaya, çıxmaya? Yox. Və məsələn, qoşulmuş olan yoldaşlardan İlkanə xanım açır səsi. İlkanə xanım, zəhmət olmasa gəlin sizlə 20-ci suala baxaq. Bax, 20-ci sualda 14-dən 28-i necə alarsan qadası? Niyə vurub? Vur 2, əla. 28-dən 27. Qayıdıb bir çıxıb. 1 çıxıb, təzədən Bir 27-dən 54-ə. Sonra bir də ikiyə vurub. Vurub 2-yə, indi. 54-dən 52. Bu dəfə 2 çıxıb. 52-dən 104-ə. bir də Vurub 2-yə. vurub ikiyə. 104-dən Bu dəfə 101-ə. 3 çıxacaq. 3 çıxıb. İndi neyniyəcək? Bax. Bu dəfə yenə vuracaq ikiyə. Vuracaq 2-yə. Afərin. Yəni, vurub 2-yə 1 çıxıb. Vurub 2-yə 2 çıxıb. Vur 2 çıx 3. Vur 2. Ay, 202. Bəs bundan sonra sual işarəsi gəlsəydi necə olacaqdı? Onda 4 çıxacaqdı bu dəfə. Ay, Hər sağ ol. dəfə çıxmada bir rəqəm artır. Ay, sağ ol. Afərin. İndi bəs bizim bölmələrimizlə işləmək olurmu? Bölmələrlə. Bəli. Xanım, zəhmət olmasa aça bilərsən səsi? Bəli, müəllim. Bax, baxırıq 19-cu suala. Xanım, 72-dən 8 necə alınır? 9-a bölməklə, düzdür? 9-a bölünür. Bəli. 8-dən 1 necə alınır? Neçəyə bölünür? 7. 8-ə bölməklə, düzdür? Bax, bölməklə başlamısan. Hə, bəli. 72-ni böldün 9-a 8. 8-i böldün 8-ə 1. Bəs 1-dən 1 böl 7-ni almaq üçün neçəyə bölərik? 7-yə bölərik. Düzdür? Bax, sıra Bəli. qapısında bölüb 9-a, bölüb 8-ə, bölüb 7-yə. İndi mən 1 böl 7-ni neçəyə bölməliyəm? Üstə bax. 6-ya. Ay, sol. Mən də yazıram ki, 1 bölünsün 7 böl 6. Yoldaşların çoxu kəsri normal ədədə böləndə çətinlik çəkir. Buna misal olaraq, mən məsələn normal bir ədəd hesablasam, yazsam. Götürürəm, yazıram bu qıraqdan 12. 12-ni yazdım. 12-ni normalda 6-ya böləndə neçə eləyir? 2. Bəs 12-ni vursam 6-da 1-ə neçə eləyəcək xanım? 12-ni 6-da 1-ə vuranda yenə 2 eləyir. 72-də 1. 12-ni 6-da 1-ə vuranda 72-də 1. Bölüm Qadası. hamı çaşdım, tərsinə Daha vurmaq. gedir 2 qalır. Yəni ki, Bölmək fikirləşdim. ay sağ ol, bax. Bu o deməkdir ki, sən birinci, məsələn, bölünən hissəni saxlaya bilərsən. Bu bölünmüş hissə var ha 6. Ortadakı bölmə işarəsini vurma eləyib tərsinə yaza bilərsən. Yəni ki, 12-ni 6-ya böləndə 2 eləmir. 12 vurulsun 6-da 1-də də 12-ni vururam sürətdəki 1-ə, olur 12. Kəsr xəttində bölünsün 6, yenə elədi 2. Mən bunu niyə görə dedim? Bax, 1 böl 7-ni sabit saxlayırıq. Bu bölmə işarəsi vurma olacaq. 6-da çevrilib olur 6-da 1. Kəsirdə kəsrə vuranda məxrəci məxrəcə vurarsan, sürəti sürətə. 1 vur 1 neçə eləyir xanım? 1. Bəs 7 vur 6 neçə eləyir? 42. Düzdür? Bəli. Bax, cavabımız olacaq 42-də 1. Deməli, biz neynərik? 72-ni 9-a, 8-i 8-ə, 1-i 1 böl 7-yə, 1 böl 7-ni 6-ya böləndə sonda aldığımız cavab 1 bölünsün 42. Bəs indi Çinarə xanım deyir ki, müəllim, mən bu 22-ci sualı sizinlə birgə işləmək istəyirəm. Ay Çinarə, Bəli, müəllim. ya baxaq 22-ci suala. Deməli, 22-ci suala baxsan nə görürsən burada? Kəsr işarəsi və ya kvadratları bilsən. 2-nin kvadratı neçədir? 2-nin kvadratı 4. 3-ün kvadratı neçədir? 9.
4-ün kvadratı neçədir? 16, 5'in kvadratı 25. İndi 6 Bilir. olmalıdır mənim. 6, 36. Bu cür düşünürsən, düzdürmü? Amma Amma baxırsan yoxdur. ki, variantda yoxdur. Amma yadında saxla ki, 6-da 36-da 6 yazaq. 36-da 6. Mən 6'da 1 bunu də müəllim o. 6'da 1 aysa Y bəndi. hər bir tərəfi 6-ya bölünür deyə mən bunları 6-ya ixtisar aparsam 6-da 1 edir. Deməli Bəli. yoldaşlar, axtardığınız cavab misalda görünməsə də ona bərabər olmuş cavabı düzgün variant kimi seçə bilərsiniz. Məsələn, 6-da 1 olmayaydı, yazardı 2-də 12. Bu düzgün olardımı? Olardı. Niyə də olmasın? 36 ilə 6-nın hər birini 3-ə bölsən, yuxarıda qalar 2, aşağıda qalar 12. Deməli, biz buradan öyrəndik ki, ara məsafələri sıra ilə baxmaqla iş aparmaq olur. İndi bəs Ləman xanım deyir ki, müəllim, mənə misal verəcəksiniz. Niyə vermirəm? Ay Ləman, baxırıq sənin Bəli, 23-cü misala. Axşamın xeyir hanım. 23-cü misala. İndi gəl baxaq. Bax, 16 Tamam. nədir? 16 4'ün kvadratı. Bəs 4-dən bir vahid böyük hansı ədəddir? Bax, 4-ün kvadratıdır. 4-dən bir vahid böyük yanında yaz. 25 5-in kvadratıdır, düzdür qadası. Özündən Bəli. bir Bir vahid vahid böyük 6. yanında yaz. 7, 49 8, 7-nindir, bir vahid böyücü 8. 11, 21 12, 11 bir vahid. Ay sağ ol. İndi mən nə axtarıram? Birinci sırada duran, birinci sırada duran kvadrat. 142 kvadrat deyil getdi. Aha, de gəlsin. 169'du. Aha. 13'ün 169 kvadratıdır. 13-ündür. Okey. Bəli, 13-dən bir vahid böyücü də yanında yazılmalıydı. Düzdür? 14. Ay sağ ol. Bəli. Bax 144 12-nindir. Yanında bir vahid böyücü yazılmaq yerinə öz yazılır. 81 9-un kvadratıdır. Yanında bir vahid böyük yazılmaq İki yerinə vahid. yazın. 2 vahid böyücün yazın. Bəli. Okey. Biz ara məsafəyə sıradan baxdıq. İndi gəlirik ikinci qaydaya. İkinci qaydamızın adı 1-3 1-4 qaydasıdır. 1-3 1-4 qaydası nədir? Ara məsafələrə geniş baxacağıq. Bax, 1-3 1-4 qaydası. Elə deyək də, bir dənə vergül istəyirəm oradan. 1-4 qaydası. Deməli, yoldaşlar, 1-3 1-4 qaydası nə deməkdir? Bax, biz ara məsafələr sırayla baxırdıq. Məsələn, burada 2-dən 4-ü alırdıq, 4-dən 7-ni alırdıq. Amma bu qaydada ara məsafələri biraz geniş tuturuq. Məsələn, necə? Misal olaraq deyirəm. Bu misala aid deyil. Məsələn, birinci aid deyil o qayda. Birinci misalda 1-3 qaydası kimi nəzərdə tutsaq, artıq 2-dən 7-yə, 7-dən 17-yə, 17-dən suala, sualdan 77-yə. Yəni ilk başlayacağımız yer birinci ədəddən üçüncü ədədə getməkdir. Onun üçün ilk başlanğıc olaraq 1-dən 3-ə gedirik deyə adını 1-3 kimi deyirəm. Bəs 1-4 olsaydı necə olacaqdı? 1-4 olsaydı, düşünün ki, başlanğıc nöqtəsini ifadə edir bu ad. Birincidən dördüncünü almalısan, 4-dən 7-cini. Yəni ara məsafəni geniş tutmaqdır. Bəs buna dair müəllim misal göstərəcəksiniz deyə soruşsanız. Gəlin yazın. Bu məsələn yazıram. 2, 9, 5, 10, 8, tak, 12, 11, sual. İndi biz buna 1-3 qaydasına necə baxaq? Bax, 2-dən 5 neçə artıb? 3 artıb. 5-dən 8 plus 3 artıb. 8-dən 11 plus 3 artıb. İndi gəlin aşağı cərgəyə baxaq. 9-dan 10-a neçədən artıb? Plus 1 dənə. Düzdür? 10-dan 12-yə neçədən artıb? Plus 2 dənə. İndi uşaqlar 12-dən suala neçə artar? Kim deyər? Çarpmalıdır 15. 3 artar, olar 15. Deməli bizim 1-3, 1-4 qaydasında ara məsafəyə geniş baxırıq. Amma normal ədədə ardıcıllıqda, yəni birinci hissədə öyrəndiyimiz kimi 4 dənə əsas əməl, 2 dənə köməkçi əməldən istifadə edə bilərik.
Bəs ay müəllim, həmişə belə rahatmı olacaq bu bizim üçün? Xeyr. Deməli 1-3 qaydası, 1-4 qaydası. Əgər yaxın ədədlər, misalda yaxın ədədlər görürsünüzsə, yoxlamağa dəyər. Birdən misalda yaxın ədədlər olmasa, məsələn, müxtəlif ədədlər olsa, bəs biz bu zaman nəyə əsasən bilə bilərik ki, 1-3-1-4 qaydası necə tapılır? Bunu 70% doğruluğu olan bir qayda yazdıracağım sizə. 70% doğruluğu olan. Hansı qaydadır? Həmin qayda belədir ki, ədəd ardıcıllıqda verilmiş misalda 2 və ya daha artıq 2 və ya daha artıq yanaşı, yəni yanbayan eyni rəqəm və ya 2 və ya daha artıq yanaşı sual işarəsi gəlsə, dedik ki, 2 və daha artıq yanaşı eyni rəqəm və ya sual işarəsi gələrsə, ilk növbədə 1-3 qaydası yoxlanmalıdır. Necə yəni? Bax, bunun üçün təzədən suallar üzərində baxırıq. Müəllim özü də dedi ki, 70%. Niyə görə 70% dedi? Bunun da açıqlamasını verəcəm. İndi məsələn, başlayaq Aynura xanımdan. Aynura xanım, zəhmət olmasa açın səsi. Bax, 18-ci misalı bir dənə zəhmət olmasa oxuyaq. 18. Okey, 18, bəli. Aha, 9, 9, 14, 17. 17. Bax, Təkrarlanır bir də. bax, 9, 14, 17, 4, 17, 17, 23, 20. Aferin, Aha. aferin. Müəllim dedi ki, əgər misalda bir-birinə yaxınçılığı olmayan, yəni yaxın məsafədə olmayan ədəd gördün, bax, Hı -hı. əgər içərisində 2 və daha artıq yanaşı eyni ədəd və sual işarəsi gəlsə, 1-3, 1-4 qaydasından başla yoxlamağa. Burada 2 dənə yanaşı ədəd gəlir. Neyniyəcəm? 1-3 qaydasını yoxlayaram. Məsələn, necə? Hı -hı. 9-dan 17. 17. Neçədən artıb? 8. 8-dən. İndi 17-dən 23-ə. Neçədən artıb? 6 dənə. 6. 23-dən suala neçə artar? Bunu hələ tapa bilmirsənsə. Bax 4 artar. Okey, o düzdür. Çünki özün də görürsən ki 2 azalır. Plus 4 artar. Azalır. Yəni 23-ün üstünə 4 ardıcıla gəl. baxar. 23-ün üstünə 4 gəl. 27. 27. Ardına da baxmalısan. Ardına baxmalısan ki düzmü getmisən. 27-dən də 29-a plus 2. Hı -hı. Bəs digər ədədlər necə oldu? 14-dən 17-yə neçə artıb? 3. 3. 17-dən 20-yə neçə artıb? 3. 3. Elə 3 20-dən 27-yə 3. 20-dən 23-ə 3. 23-dən 26-ya bu da 3. Hı -hı. Deməli, bizə əsas 1-3 qaydasında sual olan hissə lazımdır. Məsələn, sual olan hissəni dəqiq tapmısansa, alt hissəyə baxmasan da ola bilər. Yəni, baxmaya da bilərsən. İndi biz bunu gördük, bildik. İndi bir dənə misalla işimi keçək. Xeyr. Mən yanaşı belə olanda hardasa tutmalıyım ki, bunlar Ayso, ilk növbədə 1-3-1-4 yoxlayasın. Amma həmişə 1-3-1-4 deyil ha, yanaşı ədədlərdə. Onu da bildirəcəm. İndi məsələn keçdik kimə? Baxaq görək. Tərgül xanım, xoş gəlmisiniz. Tərgül dəstəsən? Yox, çıxıb. Aha, Gülzadə xanım. Gülzadə xanım, səs aça bilirsiniz? Aça bilmir yəqin ki. Kim istəyir könüllü bir nəfər açsın, baxaq suala. Yoldaşlar. Deyin görək. Aha, Adəm bəy. Deməli, 24-cü suala baxırıq. Bax, oxu rəqəmləri. 256, 32, 32, Hı -hı. 24, 8, 20, 4, sual, 4, 17. Ay sol. Yenə də 2 eyni rəqəm gördük. Deməli, birinci 1-3 qaydasını yoxlayırıq. Başlayaq. 256-dan 32-yə. 256-nı neçəyə böləndə 32 eləyir? 8-ə. Düzdür? Bəli. 32-yi neçəyə böləndə 8 eləyir? 4-ə, 4-ə. 8-i neçəyə böləndə 4 eləyir? 2-yə, 2-yə. 4-ü neçəyə böləndə 4 eləyir? 1-ə. 2, belə. Sual işarəsinə dəymədik ki? Yox. İndi Dəymə. məcburuq aşağıdakına baxaq. Yəni necə? 32-dən 48. 24-ə. Neçə 8, çıxıb? 8 çıxıb.
24-dən 20-yə 4 neçə çıxıb? çıxıb. 4 çıxıb. İndi 20-dən suala neçə çıxmalıdır? 4. 8, 8, 4, 4. 4, 4, 2. 2. İndi 2 dənə çıxanda 20-dən 18. 1, 18-dən 17-yə isə 1 çıxıb. 1 çıxıb. Bunu başa Bir. düşdün? Bəli, aydın oldu. Əla. Zəfər bəy, Bəli. gəlin sizlə də baxaq suala. Deməli, indi bax 52-ci sual. Baxın, zəhmət olmasın. 18, 22, 26, 26, 2 ədəd 26 var. Ay. 34, 30. İndi gəlin baxaq. 18-dən 26-ya neçədən artıb? 8. 8. 26-dan 34-ə neçədən artıb? Həmçinin 8. 8. İndi 34-dən suala neçə artıb? O 42 olar cavab C Gəl variantı. 8 eləyərsən 42. Bitdi getdi. İndi iPhone-lu xanım, adınız yadımdan çıxdı, çox üzr istəyirəm. Bəli. Aha. Gəlin sizlə də baxaq. Bax, misal olaraq müəllim niyə görə dedi ki, 70% 1-3-dür. 1-3 olmayan hissəsi də var bunun, düzdürmü? Başlayırıq 55-ci sualdan. Bax, 1-3 deyil. Amma bir dənə oxu misalı. 4, 0, 1, 1, Bax, 3, 2 dənə 1 6, oldu. 9. Başla. 2 dənə 1 oldu. Amma ki 1-3 deyil. Bəs nədir? 4-dən 0-ı necə alarsan? 0-a vurarsan da, düzdür? Tamam. Bəs 0-dan 1-i necə alarsan? Üstünə 1 gəlmir. Ala bilmərəm. Mümkün deyil. Niyə üstünə 1 Ha, gəlir? necələrim? Mümkün oldu. İndi 1-dən 1-i necə alarsan? Vuraram. 1-ə vurmaqla. 1-dən 3-ü necə alarsan? Plus 2. Təzdən 3-dən 6. Vur Vur 2. 2. 6-dan Yəni 9. 10. Plus 3. 3. Vur 3. Sonra vur 3 gəlib, yəni 9-dan Üstə gəl 4. 7. Sonra 27-dən 31-ə üstə gəl 4. İndi neçə olacaq? Bax, vur 0 plus 1. Vur 1 plus 2. Vur 2 plus 3. Vur 3 plus 4. İndi neçə gəlməlidir? Vurmalara bax. 0-a vurub, 1-ə vurub, 2-yə vurub, 3-ə vurub. 4-ə Onda vurub. 4-ə vurmalıdır. Ay soğuk. 31'i de 4'e 124. vuranda 124. Başa düşdün bunu? Bəli. Ay sağ ol. İndi mənə bir yax, bilirsiniz, Gülşən xanım dedi ki, ay müəllim, onda Bəli, sizin müəllim. dediyiniz qaydaya əsasən bu 70-ci sual bizimlə dava eləyir. Necə yəni dava eləyir? Bax, bir dənə zəhmət olmasa, oxu bir dənə 70-ci sualı Gülşən. 13, 8, 13, 18, Gülşən 20. zəhmət olmasa, sakit bir otağa keçdən. Səndən çox evdəkilərin səsi gəlir. Bir dənə sakit otağa keç. Misal da gözləyirəm səni. Keçdinsə, zəhmət olmasa aç bir dənə oxu ədədləri başına dön. Gülşən, səs aça bilirsən? 13, 13, 18, 21, 21, 27, 27, 31, 36 sual. Sual. 13'ten 18'i Bax, sual. Burada nə var? Bax, müəllim demişdi ki, 2 yanaşı ədəd görsün. Bax, 2 dənə yanaşı ədəd, 2 dənə yanaşı ədəd, 2 dənə sual işarəsi. Bu konkret bizə deyir ki, mən 1-3-əm. Ya 1-3-əm, ya 1-4. Çünki qayda burada 3-4 dəfə təkrarlanır. 3 dəfə təkrarlanır. 2 dəfə yanaşı ədədlər təkrarı, bir dənə də yanaşı suallar. Gəl baxaq səninlə buna 1-3 qaydasına. Gülşən, 13-dən 21-ə nə qədər artıb? 7, Gülşən, 8 alıb, 8. Üstə gəl 8. 8, 8, 21-dən 27-yə neçədən artıb? 6, Plus 6. 27-dən 31-ə. Plus 10, 10. 27-dən 31-ə. Plus 4. 25, 31, 4'e, 4'e. İndi 31-dən birinci sual işarəsi neçə artar? 8, 6, 4, 2 kişi azalıp 2 olacak 2 növbəti. olacaq. 31 üstə gəl 2, 33. Birinci 33. sual işarən sənin üçün 33. İndi gəldik alt hissəyə baxmağa. 18-dən 21-ə neçədən artıb? 3 3 var. dənə. 21-dən 27-yə neçədən artıb? 6 vahid. 27-dən 36-ya neçə vahid artıb? 9 vahid artı. İndi neçə artma? Növbəti olacaq. 12 olacaq. Ay sağ. 48. 3, 6, 9, 12 olacaq. Çünki bu da 3 artıb.
Okey, olacaq 36 üstə gəl 12, 48. 48. Başa düşdünüz yoldaşlar bunu? Bəli. Allah. Bəli. İndi xanım deyir ki, ay müəllim, mənə biraz qaranlıq qaldı. Mənlə də bir dənə suala baxaq. Baxaq xanım. Bəli, müəllim. Aha, 59-cu sual. Xanım, baxsan görürsən yenə 2 dənə yanaşı eynədədir. Birisi yoxlayaq. 1-dən ya 3-dən 4-ü neçə artıb? Üstə gəl 1, Üstə gəl 1. 4-dən 7-yə neçə artıb? üstə gəl 3, İndi 7-dən suala neçə artar səncə? 1, 3, 5. Ayso, üstə gəl 5 eləyərsən, eləyər 12. 12-dən də 19-a plus 7 artır. Düzdürmü? Bəli, müəllim. Ayso, cavabımız 12. İndi yoldaşlar 5 dəqiqəlik fasiləyə çıxırıq. 5 dəqiqədən sonra dərsimizə qaldıram. Ya Allahın adı. Biz 2 dənə qaydanı gördük. Hansıdır? Ara məsafələrə sıra ilə yəni baxdıq. Sonra 1-3, 1-4-ə baxdıq. İndi növbəti qaydamız Fibonacci qaydasıdır. Hansı qaydadır? Fibonacci. Fibonacci qaydası nədir? Ada bax, Fibonacci. Fibonacci qaydamız qayda şəklində Fibonacci. Qayda şəklində belədir ki, verilmiş misalda üçüncü həddən başlayaraq hər növbəti hədd özündən əvvəlkilərdən əmələ gəlir. Verilmiş misalda üçüncü həddən başlayaraq hər sonraki hədd özündən əvvəlkilərdən əmələ gəlir. Amma buradakı üçüncü mütləq şəkildə 3 deyil ha, şərti olaraq 3-dür. Məsələn necə? Gəlin bir dənə 2 dənə misal yazım. Bax məsələn yazıram 1,2. Dalıyca 3, 5, 8 sual. İgidlər, birinci baxdığınızda bu misala 2 eyni yanaşı ədəd var. Siz burada 1-3 qaydasını yoxlaya bilərsiniz. Yəni düşünə bilərsiniz ki 1-3 qaydasıdır. Amma 1-3 deyil. Fibonacci qaydası necə getdi? Üçüncü həddən başlayaraq hər sonraki hədd özündən əvvəlkilərdən əmələ gəlir. Məsələn, burada üçüncü hədd neçədir? 2. 1 ilə 1-dən 2-yi necə alarıq? Ümumi bir sualdır. Buyurun cavab verin. 1 ilə 1-dən 2-ni necə alarıq? Toplayarıq da. Ay sol. 1-in üstünə 1 gəlib 2. Sonra 1-in üstünə 2 gəlib 3. 2-nin üstünə 3 gəlib 5. 3-ün üstünə 5 gəlib 8. 5-in üstünə 8 gələn neçə eləyər sual işarəsi? 13. Düzdürmü? Deməli yoldaşlar, Fibonacci qaydası bu oldu ki, birinci həddən başlayaraq hər sonraki hədd özündən əvvəlkilərdən əmələ gəlir. Bəs başqa cür necə ola bilərdi? Başqa cür bax belə ola bilər. 1, 2, 3, 6, sonra 11, 20, sonra sual. Müəllim niyə görə dedi ki, üçüncü hədd burada şərti deyilir? Ola bilər ki, gənclər, bax ikinci misala baxdığımızda, 3-ə baxa bilərsiniz ki, 1-in üstünə 2 gələndə 3 eləyir. Amma 2-nin üstünə 3 gələndə 6 eləmir. Bəs burada nə olacaq? Artıq 4-cü həddən başlayaraq hər sonraki hədd özündən əvvəlkidən əmələ gəlir. Məsələn, 1, 2, 3 cəmləyəndə neçə eləyir? 6. 2, 3, 6 cəmləyəndə neçə eləyir? 11. 3, 6, 11 cəmləyəndə neçə eləyir? 20. İndi mənim sual işarəm neçə olacaq? 6-nın, 11-in, bir də 20-nin cəmi. Cəmləyəndə neçə eləyir? 37. Kim bunu başa düşmədi? Bir dənə sual verim ki, kim başa düşmədi? Hər kəsə aydın oldu mu bu? Mən anlamadım. Anlamadınız. Deməli, İkincini bir də deyə bilərsiniz. Bu Bax. ikincini. deyərəm, problem yoxdur. Deməli, yoldaşlar, bax, bir daha təkrar edirəm. Biz dedik ki, Fibonacci qaydasında üçüncü həddən başlayaraq hər sonraki hədd özündən əvvəlkilərdən əmələ gəlir. Məsələn, yuxarıda biz başladıq 2-dən. 2 nədən əmələ gəldi? 1 üstə gəl 1-dən 2 əmələ gəldi. Sonra keçdik 3-ə. Dedik ki, 1-in üstünə 2 gəlsin, 3 eləyir. Sonra 5, 2 üstə gəl 3-dür. 8, 3 üstə gəl 5-dir. İndi mən sual işarəsini tapanda 5-in üstünə 8 gəlib yazacağım. Bəs aşağıda
Mən demişdim ki, 3-cü əddən başlayırıq hər sonrakı əd, amma bunun üçün də dedim ki, 3-cü əd şərtidir. Yəni ki, 4-cü əhəd də ola bilər. Bax, məsələn, 6. 6 nəyin cəmidir? 1 üstəgəl 2 üstəgəl 3-ün. Eləyib 6. 11 neyin cəmidir? 2 üstəgəl 3-ün üstünə 6 gəlirsə, eləyir 11. Yəni ki, 1, 2, 3-ün cəmi 6-dırsa, 2, 3, 6-nın cəmi 11. 20, 3, 6, 9-un cəmidir. 3, 6, 9 yox, 3, 6, 11-in. 3, 6, 11. Bax, bu üçünün cəmi 20-dir. Bəs mən sual işarəsini tapanda nə edəcəm? Özündən əvvəlki 3 dənəni götürürəm. 6, üstəgəl 11, üstəgəl 20. Neçə? Müəllim, mən üzr istəyirəm, bir sual verə bilərəm. Bəli, Cəfər bəy. Burada belə bir misal da ola bilərmi ki, 1 üstəgəl 2, 3. Özünə əvvəlki 3-cü rəqəmdən başlayaq. Bəli. Sonra 2, 3, 1 artır. 6, Sonra 2 6, 3, artır. sonra Bəli, 2 bəli. artır. 11, 11, Artır. 20, 3 artır, 4 artır, 37. Cəfər bəy. Bu eyni bir tip məsələdir, yoxsa yox? İndi eyni tipdir. İndi ona da gələcəm. Bax, bu Fibonacci'dir. Düzdürmü? Yazdığımız. Aha. Bax, bir dənə də Fibonacci'nin vurmasına dair yazın. Sonra sizin dediyiniz misaldan bir dənə yazacağım. Narahat olmayın. Deməli, bizim Fibonacci qaydamız iki yerə bölünür. Fibonacci, yalançı Fibonacci. Siz deyən yalançı Fibonacci'yə aiddir. Necə yəni? Bax, məsələn, vurmana bir dənə Fibonacci yazaq. 2, 3, 6, 18, 108, sual. Bax, 2-ni 3-ə vurub 6. 3-ü 6-ya vurub 18. 6 vur 18 neçə eləyir? 108. 18-i də 108-ə vuranda neçə eləyər? Vurub cavabı tapılır. İndi bax, Cəfər bəyin dediyi nədir? Yalançı Fibonacci'dir. Axşamınız xeyir. Yalançı Fibonacci nədir? Qayda olaraq belədir ki, misalda Fibonacci qaydası tətbiq edilərkən özümüzdən əlavə hədd gəlsə, hədd çıxsa, həddə vursa və ya bölsək, alınır yalançı Fibonacci. Misal üçün, bax yazıram. 1, 2, 4, 7. Misal üçün bunu yazıram. 12. Sual. Bax, normalda Fibonacci qaydasına 1-in üstünə 2 gələndə neçə eləyər? Eləyər bizim üçün 3. Amma əlavədən bir dənə hədd qoymusansa 4 eləyir. 2-nin üstünə 4 gələndə normalda neçə eləyir? 6. Yenə əlavə bir dənə hədd qoyursan 7. 4 üstəgəl 7, 11. Əlavədən bir dənə hədd gəlsən 12. 7 üstəgəl 12, 19. Əlavədən bir dənə gələrsən, onlar neçə? 20. Və ya Cəfər bəyin dediyi kimi 1, 2, 3, 6, məsələn 12, tak. Bir dənə baxın. 0, 1, 2, yox 2 qoyanda 11 eləyir. 11, sonra 22, sual. Bax, bu da yalançı Fibonacci'dir. Necə olub? 1-in üstünə 2 gələndə neçə eləyir? 3. Əlavədən 0 gəlmisən, eləyib 3. 2-nin üstünə 3 gələndə neçə eləyib? 5. Əlavədən bir dənə gəlmisən, 6. 3-ün üstünə 6 gələndə neçə eləyir? 9. Əlavədən 2 dənə gəlmisən, 11. 6 üstə gəlsin 11. Bax, burada səhv yazmışam. 11 eləyib 19, 17. Bu 20 olmalı. Əlavədən 3 dənə gəlsək 20. İndi sual işarəsinin necə olacaq? 20-nin üstünə 11 gəlsən 33, 31, daha doğrusu. Əlavədən 4 gələrsən 35 eləyir. Cəfər bəy, bunu nəzərdə tuturdunuz da, düzdür? Bəli, müəllim, belə sualları nəzərdə tutur. Deməli, bunlar yalançı Fibonacci'dir və qayda şəklində də deyilir. Misalda Fibonacci qaydası tətbiq olunarkən özümüzdən əlavədən hədd gəlsək, hədd çıxsa, vursaq və ya bölsək, alınmış olan qayda yalançı Fibonacci'dir. İndi buna misal əsasında baxaq. Biraz əvvəl Fibonacci qaydasını başa düşməyən yoldaş kim idi? Zəhmət olmasa deyə bilər, misala baxacağım onu. Mən idim müəllim. Rahib. Aha. Rahib, zəhmət olmasa 27-ci suala baxaq.
Zəhmət olmasa oxu. Deməli 2, 2, 4, 6. Bəli. Fibonacci də müəllim bu yenə də. Ay sağ ol. Bax 2-nin üstünə 2 gəlib 4 eləyib. 2-nin üstünə 4 gəlib 6 eləyib. 4-ün üstünə 6 gələn neçə eləyəcək qardaş? 10 eləyəcək. Bəli müəllim, başa düşdüm. İndi 6-nın üstünə 10 gələndə 16, onun üstünə 16, 26, 16, 26, 42, 26, 42, 68. İndi Elanə xanım aça bilərmi səsi? Elanə xanım, gəlin sizlə də misal baxaq. Salam Deməli- müəllim, axşamınız. Əleyküm salam, axşamınız xeyir. Gəl səninlə 31-ci misala bax. Bax, 1, 3, 3, 9, 27. Bax, qadası, burada vurmanla gedir Fibonacci qaydası. Biri 3-ə vuranda neçə eləyib ana? 3 eləyib. Aha. 3-ü 3-ə vuranda neçə eləyib? Vurub 9 eləyib. 3 vur 9. Hı. 27. 9-u Doq- 27-yə vuranda 243. ay sağ ol, 243 eləyib. İndi yoldaşlardan Fibonacci qaydasına baxmaq istəyən varmı? Bir dənə də suala baxaq. Var yoldaşlar. İlkanə xanım. İlkanə xanım. Fibonacci yoxsa yalancı Fibonacci? Seç birini. Hansını Yalancı olan. Yalancı ya getdik. 32-yə. Bax, dedik ki, Fibonacci qaydasında 3-cü həddən başlayacaqdıq. Okay, 5. 1 ilə 3-dən 5-i necə alarsan? 1-in üstünə 3 gəlsin neçə eləyər? Birisi toplayıb üzerine diyeceğim. 4, əlavədən bir dənə 1 qoyub olub 5. 3 ilə 5-i toplayıb 5'i toplayıp 8 eləyib, əlavədən bir dənə qoyub 9. 5-in üstünə 9 gəlib 14, əlavədən bir dənə qoyub 15. 9 üstə gəl 15. 24 eləyir. Əlavədən bir dənə gəlib 25 cavabını seçərsən. Fibonacci qaydası aydın oldu. İndi yoldaşlar, biz sizinlə keçirik xüsusi bir qaydaya. Xüsusi qayda nədir? İstənilən riyazi məsələlərin verilmiş ədədlərdən nələr almaq olarsa, onları tapmaq. Bəs bu qaydanın adı nədir? 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli ədədlərdən istifadə. Bax, artıq burada hər kəs suala cavab verəcək. Başlayıram rahibdən. Rahib, müxtəlif rəqəmli 3 rəqəmli ədəd demənə. Bu rəqəmlərdən ibarət. Yox, müxtəlif rəqəmli. Ürəyin istəyən 3 rəqəmli ədəddir, amma müxtəlif rəqəmli olsun. Bu 123 qaydanın məsələn. adıdır. Buna fikir vermə. 123. 123. Əla. Sonra Cəfər bəy, müxtəlif rəqəmli 3 rəqəmli ədəd. 729. 729. 729. 729. Sonra İlkanə xanım, müxtəlif rəqəmli 3 rəqəmli ədəd. İlkanə 346. 346. 346. Sonra Aynurə, müxtəlif rəqəmli 3 rəqəmli ədəd. Rəqəmli. Bəli. 13. 313 yoxsa 213? 513. 513. Yəni fərqi yoxdur, 213 Yox, yaxşı. yox, fərqi yoxdur. Deyəndə ki, səndən soruşuram. 513. Okay. İndi gəldik Elanə xanım. Elanə xanım, siz dediniz müxtəlif rəqəmli 3 rəqəmli ədəd. Xeyr müəllim, 485. 485. Sonra Ləman. Ləman xanım buyurun. Zəfərova. Okay. O səsi açan qədər Bəli, 145 mənim. 745. 145, 100. 145. Gülzadə xanım aça bilirsiniz səsi? Bayaq yazmışdı aça bilmirəm. İndi bilmirəm aça bilir ya. Okay. O aça bilmirsə iPhone-lu xanım. Adı yadımdan çıxır. 214. 214. Hı. Okay. 250. Okay. Gülzadə xanım yazdı ki 250. Xanım, zəhmət olmasa aça bilərsən səsi? Bəli, müəllim. Buyur, müxtəlif rəqəmli 3 rəqəmli ədəd. 624.
4. Əla. Zərifə xanım. Zərifə. 753. 53. Okey. İlkin. Zəhmət olmasa müxtəlif rəqəmli 3 rəqəmli ədəd. Axşam xeyir müəllim. Axşamın xeyir. Müxtəlif rəqəmli 3 rəqəmli ədəd. 100, 156. 156. Okey. Bir dənə baxım görüm neçə nəfərdir. 12 nəfər idi dərsdə. 5 burada. 5, 10, 11. Bir nəfər deməyib. Kim idi o? Kim deməyib? Bəli, 547. 547. Okey. Uşaqlar, arada ola bilər ki, yadımdan çıxa, mütləq şəkildə yadıma salın. İndi yoldaşlar, bax, yazmışıq 3 rəqəmləri. Bəs nə edəcəyik? İstənilən misalda 3 rəqəmli ədəd görə bilərik. 2 rəqəmli görə bilərik, 4 rəqəmli. Bəs bunları necə istifadə edəcəyik? Deməli, birinci baxış tərzi. Bax, 4 dənə bax, 3 dənə bax, 4 dənə baxış tərzimiz var, 4 dənə. Hansıdır bu? 1. Ədədlərə tək-tək bax. Tək-tək bax. Necə yəni? Bax, məsələn, buranı yuxarıda yazdırdım. Bütöv oxusam 234. Amma tək-tək baxdığımda 2, 3 və 4. Düzdürmü? Birinci yazılan. Ən başda qaydanın adında. Bax, məsələn, 123 kimin idi? 123 kimin idi misalda? Yoldaşlar. Mənim idi mənim. Aha. Rahib bəy, 123-dən rəqəmlərinə tək-tək baxa-baxa 6-nı necə alarsan? Rahib. Cəmi müəllim, onların cəmi. Aso. Yəni 1 üstə gəl 2, üstə gəl 3. 6 eləyir. Ey Allah. 729 kimindir? 720. Bəli, işləyirəm. Zəfər bəy, Bəli, bəli, bəli. 729-dan 81-i necə alarsan? 7, 2 və 9. 5 üstə gəl 9. Yox, o 81 eləyir. Okey. Amma rəqəmlərə tək-tək baxırsan. 7, 2 və 9 kimi. 7 üstə gəl 2 vur 9. Əla. Super. Bax, düz deyir. 7 üstə gəl 2 vur 9. Müəllim burada neyi demək istədi? Bax, bayaq Rahib bəy yuxarıda 1 üstə gəl 2 üstə gəl 3 elədi. Bax, birinci tərəfdə də eyni işarə elədi, ikinci tərəfdə də. Amma Cəfər bəyə verdiyim sualda isə diqqətlə baxsanız, birinci tərəfdə toplama, ikinci tərəfdə vurma ola bilər. Yəni, rəqəmlərə tək-tək baxanda aradakı əməllər, toplama, vurma, çıxma, bölmə müxtəlifliyi ola bilər. Okey, aldıq buradan 81-i. İndi, mən soruşaram 346-nın yəsindən. 346 yəsi. Kim idi? Yoldaşlar. 346 kimin idi? Amal bəy, xoş gəldiniz. Maraqlı. Xoş gəldin mənim axşamısı. Bu 346-nın yəsi bilinmədi. Kimdir? İlkanə sənsən, səsin açılır, bağlanır. Ben bir fikir aldım. Aha, sənindir. De onda mənə görüm. İnternette problem oldu ona göre. Haycan? İnternette problem oldu ona göre. Aha. İndi de görüm zəhmət olmasa mənə. 346-dan 72 necə alınır? 346-nın rəqəmlərinə tək-tək baxırsan. 3, 4 və 6 kimi. 72 necə alınır? Altını vurup dörde. Sonra vurub 3-ə. 24 bir de Düzdür? Deməli, arada tək-tək vurma eləyib. Əla. İndi biz deməli, bax, yazacağım rəqəmləri, prosta işarələri silim. Bundan 81 aldıq. Bundan 72 aldıq. Necə oldu? Tək-tək vurmadan. Gəldik, amma zəhmət olmasa bir dənə 3 rəqəmli ədəd deyil, müxtəlif rəqəmli. Mənim 313. Müxtəlif rəqəmli. Hə, 317. 317, okey. İndi, bax 513 yiyəsi. Kim idi 513-ün yiyəsi? Tamam. Aynurə xanım, zəhmət olmasa mənim üçün 513-dən 3 ala bilərsən. 3.
Bəli. Bax, məsəl üçün, 5-in üstünə 1 gəlsin. Mən bir gələrəm, 2-yə bölərəm. Yox, 2-yə yox. Rəqəmləri, buradakı rəqəmlərdən istifadə edirsən. 5-in üstünə 1 gələrsən, 3-ün çıxarsan. Yəni, buradakı rəqəmlərlə baxırsan. 5, 1, 3-dən 3 alırsan. Eləyir sənin üçün neçə? 3. İndi 485 yiyəsi. Bəli. Elane xanım, indi sən mənim üçün zəhmət olmasa buradan dayan deyim sənə nə halda. 37 necə alarsan? 37-ni. Bəli, 4. Deməli mən 4-ü 8-ə vuraram. 32 Ay, üstə sağ ol. gələrəm. Ay, üstünə 5 gələrsən. Necə elədi? 4 vur 8, üstə gəl 5. 32. 37. 37. İndi gəldi 145-in yəsinə. Ay, 145. Ben demiştim ben. Bəli, niyə söyləşirsən ki, deyirəm. Sən mənim üçün zəhmət olmasa buradan mənim üçün 25 aldı. 1, 4, 5-dən 25. Toplayaram 1 ilə 4'ü. 1 ilə Vuraram 4-ü beşə. toplayıb, sonra 5-ə vurarsan. Əla, bu da eləyər sənin üçün 25. İndi 214 yiyəsi. Bəli. İsminiz necə oldu? Fatma. Fatma xanım. 214-dən mənim üçün zəhmət olmasa 4-ü necə alarsınız? 2 dəfə 1-in. Aha. Yox. Bəlkə 2-dən 4 alım. bəli. 2-dən 1 çıxıb 4. 2-dən 1-in çıxaram, 1-i də vuraram 4-ə. Ay, sağ ol. 2-dən 1-in çıxıb, sonra vurarsan 4-ə. Eləyər 4. 4. İndi 250 yiyəsi. Hörmətli 250-nin yiyəsi. Kim idi? Hə, Gülzadə xanım. Gülzadə xanım, zəhmət olmasa 250-dən mənim üçün nə edeyim mən? Onu necə alarsan? Onu. Okey, yazaraq cavab verir. Onu necə alarıq? 10. Görək nə yazacaq yoldaş? 10 rəqəmini necə almaq olar? 2 vur 5, üstə gəl 0 kimi. Əla. Bax, 2-ni 5-ə vurarsan, üstünə 0 gələrsən. 2-nin üstünə 0 gəlib, sonra 5-ə vurarsan. Hər ehtimal ola bilər. Əla. İndi 624-ün yiyəsi. Bəli, müəllim. Xanım, zəhmət olmasa mənim üçün 2-ni necə alarsan 624-dən? 2. Düşünmür. 6, 2, 4. 6-ın üstünə 4 gəlib 8 çıxma. Aşo. 6-nın üstünə 4 gələrsən. 10. Bir də 2 var. Bundan 2 yox. 8 almaq var. Amma bəlkə 6-nın üstünə 4-ü yox. 6-nın üstünə 2 gəl. Neçə eləyər? 8. 8. Sonra 8 bölərsən və 4-ə. 2 eləyər. Eləyər. Başa düşdün anam almaq qaydasını? Bəli, müəllim. İndi 753-ün yiyəsi. Bəli, müəllim. Zərifə, 32-yi necə alarsan? 7, 7 5, 5'in 35. Çıxılsın 3 30. çıxılsın 3, 32. Əla. İndi ədalətli olsun deyə amal 317-nin sonunda soruşacağım. 156 yiyəsi. Bəli, müəllim. Zəhmət olmasa 35-i necə alarsan ilki? 1, 5, 6-dan. 35. Bəli. Mən 6-ın üstə 1 gələrəm 7. 7, sonra vurarsan 5. 5. Əla. İndi gəlib 547 yiyəsinə. Bəli, bəli. Gülşən xanım, zəhmət olmasa mənə deyə bilərsinizmi ki, mənim üçün 99-u necə alarsınız? 5 sayı 4, 9. 4 üstə gəl 7, 11. Yəni əslində bu Bir-birinə. 4-cü hissədə göstərəcəyim qaydaya da uyğundur, amma buna da aiddir. Tək-tək baxarıq. Yəni 5-in üstünə 4 gəlib, vurar, 4 üstə gəl 7-yə. Əslində bax, burada 4-ün təkrarlanması 4-cü hissədə deyiləcək. Bunu saxlayaq belə. Okay. 317 yiyəsi.
Amma Bəli, müəllim. 28 aldı mənim üçün qardaşım. 28, 3 plus 1, 4, 4 bölü 7, Aa, 28. sağ ol. Düp bələm düz. Getmişdin imtahana qardaş. Bəli, müəllim, Neçə getmişdim. yazdın? 65 ilə getdim müəllim. Aferin. Neçədən məntiq? Məntiq 22 yazdım. Çox sağ olun. Aferin. Açığı sizə Maşallah. yazacaqdım söz. Sonra Var yapmışsın. olun. Orada sizin dərsləriniz onsuz yararlandım. Haqqınızı halal edin müəllim. Halal xoşun atam, halal xoşun. Məntiq Pardon. deyəsən bu dəfə asan düşüb. Çox adam yüksək yazıbdı. Yəni belə Əslində deyim. çətin idi biraz. Yox, məntiq riyazi bazası olanlar üçün su idi. Riyaziyyatı zəif olanlar üçün çətin. Bax, Düzdür müəllim? birinci hissəni dedik. Bu 753-dən biz neçə almışdıq? Bunu da yazım ki, sonra videoda pis görünməsin də, etik görünsün. Deməli, 7-ni 5-ə vurub 32 almışdıq da çox güman, hə. Gəldik ikinci hissəyə. Bax, uşaqlar, birinci tək-tək baxışı öyrəndik. Hansı əməllərdən istifadə elədik? Toplama, vurma, çıxma, bölmə. Gəldik ikinci hissəyə. İkinci hissəmizin adı birinci hissəsinə cüt bax, ikinci hissəsinə tək bax. Bu nə deməkdir? 123-ün yiyəsi, Rahib. Ay Rahib. Rahib Bəli, müəllim. yoxdur, buradadır. Bax, artıq 123-ə 12 və 3 kimi baxacağıq. Yəni, ilk hissə cüt olaraq qalacaq 12. İkinci hissə, yəni 3 təkdə qalır. İndi, sən mənim üçün 123-dən 4-ü necə alarsan? 123-dən 4-ü. Bəli. 12 və 3  12-ni kimi 3-ə baxırsan. bölərəm. Ay, sol. 12-ni 3-ə bölərsən. 729-un yiyəsi Cəfər bəy. Bəli, müəllim. Zəhmət olmasa mənim üçün 63 necə alınır? Altmış üç, 72 və 9-dan. Yetmiş 2-dən 9-u çıxsaz neçə eləyər? Bax, birinci hissəyə cüt baxırsınız. 72 və 63. 72-dən 9-un çıxıb, dedi ki 62. Əla. 346 yiyəsi. Bəli, bəli. Aha, İlkanə xanım, zəhmət olmasa mənim üçün 204 necə alınır? 204. 34 və 6 kimi baxırsan. Bunu. 34-ü vurardım 6-ya. Ay, sol. 34-ü 6-ya vurarsan 204 eləyər. 513 yiyəsi. Bəli. 17. 17 51 və 3 kimi baxırsan. bölərik də. 51-i 51-i 3-ə bölür. böləndə, okey, 17. Bax, bəzi kurslar var ki, Telegram quizlərində belə bir taktika işlədir. Necə? Bu, Dimin saldığı misallara aidiyyatı yoxdur. Sadəcə kursların reklam xarakterlidir. İndi 485-in yəsi kimi idi? Mən itmək. Okey. 12 necə alınır? Gəl öyrədim sənə. Elanə, bəzi kurslar reklam xarakterli belə bir misallar tərtib edir. 48-i 5-ə böləndə neçədən tam hissə düşür? 9. 9 dənə tam hissə düşür. Neçə dənə qalıq qalır? 45 çıxarsan 3 qalıq qalır, düzdür? Hə, bəli, bəli. Kurslar reklam xarakterli tam və qalıq hissəni toplayıb cavab kimi verə bilər. 12 verə bilər. Tam və qalıq hissə. Bu aydın oldu mu uşaqlar? Yəni ki, bu Dövlət İmtahan Mərkəzi belə salmayıb. Amma kurslar tələbələri biraz daha cəlb etmək üçün və ya misalların çətinlik dərəcəsini artırmaq üçün bunu eləyir. Elədi neçə? 12. İndi 145 yiyəsi. Bəli. 70. 70, 145-dən 70. 14 və 5 kimi baxırsan. Aha, bəli. Necə baxarıq? 14 2-yə bölərim. 14-ü yox, anam yox. Bax, qadası. 14-ü 5-ə vuranda neçə eləyir? 5 4 neydi? 5 70 hə. 70. Elədir də. 14 vur 5, 70. 214 yiyəsi. 84. Bəli. 84. 4. 4-ə vuraram da elə. Ay, 21-i 4-ə vurarsan 84.
250 yiyəsi Gülzadə. İndi mən sənə 25 desəm toplaması. Axırıncı rəqəmin 0 olmağı pisdir də. Vur desəm 0. Çıx desəm 0. Böl desəm də 0-a bölmək yoxdur. Yəni bu son rəqəmin 0 olmağı biraz pis oldu bizim üçün. Yəni ki burada hər bir şey 25 almaq olur. 624 yiyəsi. Bəli, müəllim. 66 necə alarsan? 62-nin üstünə 4 gəlməklə. Vay sağ ol. 753 yiyəsi. 72 necə alınır? Zərifə. 75 çıx 3. 75 çıx 3. Allah 72. 156 yiyəsi. Bəli, müəllim. 90 necə alınır? 156-dan. 15-i vur 6-ya. 15 vur 6. Eləyər 90. Super. 547 yiyəsi. Bəli, müəllim. Gülşən xanım, zəhmət olmasa 47 necə alarıq? 54 və 7 kimi baxırsan. 54-ü. Çıxarsan neçəsin? 7-sin son neçə eləyir? 47 eləyir mi? 7. Ay sağ ol. 317 yiyəsi. Amma Buyurun müəllim. zəhmət olmasa sən mən bundan al ginan 8-i. Bax 8-i. 485-də elədiyimiz qaydanı. Aha, deməli 8 alım. 31-i 7-yə neyin yersən? 31 7. Bölsün. 4 dənə. 8 Hə, 32 alır. 31-i 7-yə bölsün. 4 dənə tam hissə. Qalırsa 3. Düzdürmü? 3. Mənim 4. 4 ilə 3-ü toplayıb 7 ala bilərsən. Mən bayaq səhv dedim 8-i. Başa düşdün? Mən başa düşdüm mən. Aydındır. Allah. İndi uşaqlar, üçüncü hissədə artıq birinci hissəsinə tək baxırsan, ikinci hissəsinə cüt baxırsan. Eyni elədiyimiz qaydadır. Sadəcə artıq 1 və 23 kimi baxırıq. 1 və 23 kimi. Məsələn, toplaya bilərsən, vura bilərsən. Məsələn, 7, 29 çıxa bilərsən, bölə bilərsən. Eyni qaydadır. Sadəcə fərqi budur ki, bayaq 12, 3 baxırdınız. İndi 1, 23 baxacaqsınız. Yəni, birincini tək saxlamaq şərtlə sonuncu hissəni cüt baxırsınız. Bax, buna dair sual verməyəcəm. Çünki eyni şeylərdir. Dördüncü hissə isə, bax, bu formada göstərəcəm sizə. Gənclər, burada neçə dənə əl görürsünüz? Əl, barmaq yox. Neçə dənə Bir görürsünüz? dənə müəllim. Bir dənə. Bir dənə. Amma əslində nə olub? Üst-üstə qoyulub. 2 dənə. 2 dənə. Yəni, bu nə deməkdir? Bu gedir bir əl qaydası. Bu o deməkdir ki, məsələn, 234 ədədir. 234 ədədir. Mən buna necə baxa bilərəm? 23, 34 kimi, 34 kimi. Bəlkə mənim buradakı 3-üm 2 dəfə üst-üstə yazılıb. Və ya 23, 24 kimi. Bəlkə bu 2 dəfə üst-üstə yazılıb. Mən bunu görmürəm. Və məsələn, mən desəm ki, 123-dən mənim ürəyim istəyir 35 alam. 12-nin üstünə 23 gələrəm. 2-ni 2 dəfə təkrarladaram. Məsələn, mən deyərəm ki, 729-dan mən almalıyam 43-ü. Necə alaram? 72 29 çıxarım. Və ya 346-dan mən almalıyam 70-i. Necə eləyərəm? 34 üstə gəl 36. Yəni artıq burada verilmiş rəqəmlərin hər birinə təsəvvürümüzdə 2 dənə kimi baxacağıq. Ancaq görünüşdə görürük axı bir dənə yazılıb. Bu bizi aldatmamalıdır. Bu belə. Bunu başa düşdünüz? Məsələn, 624-dən necə baxa bilərsən? 62, 64 baxa bilərsən. 62, 24 baxa bilərsən. Sonra belə deyək də sizə. 46, 42 baxa bilərsən. 4-ü qabağa çəkə bilərsən. Yəni, bir əl qaydası budur ki, istənilən hər hansısa bir rəqəm
Gördüyünüzdə bir dənə belə olsa, əslində iki eyni rəqəmin üst-üstə qoyulmuşu ola bilər. Bəs ay müəllim, bu üç rəqəmlilərin 4 dənə baxış tərzini dediniz. Bəs bu iki rəqəmlidən necə istifadə etmək olur? Çox müəllimin iki rəqəmlidən istifadə üçün sizə toplama, çıxma, vurma, bölmə okey deyə bilər və ya hər hansısa bir ədədə vurma deyə bilər. Amma mən sizə məsləhət bilirəm ki, istənilən hər hansısa bir iki rəqəmli ədəd 82. Gördüyünüzdə etməli olduğunuz nədir? Üstü 4 şaxəsi. Hər hansısa bir iki rəqəmli ədəd gördünüz. Üstü 4 şaxəsini yaddan çıxartmayın. Toplama, çıxma, vurma, bölmə. Avtomatik şəkildə bunları əzbərə bilməlisiniz. İki rəqəmini gördünüz, 4 dənəsini əzbər yadınıza salın. Toplaması 10, vurması, çıxması 6, vurması 16, bölməsi 4. Birdə 4 əsas əməldən başqa nə var idi? Eyninci dərəcədən qüvvət, eyninci dərəcədən kök alma. Məsələn, 8-i kvadrata yüksəldə bilərsən. Bax, buna belə baxa bilərsən. 8 üstü n, 2 üstü n. Yəni, üstü qüvvətlərindən istifadə edə bilərsən. Bəs başqa necə olur? Uşaqlar, bu 82-yə olduğu kimi baxsaz da, yuxarıdakı əməllərdən istifadə edə bilərsiniz. Desəm 82-dən mənim ürəyim 92 istəyir. Neyniyəcəm? 82 üstə gəl, 8 üstə gəl. Desəm ki, 82-dən mənim ürəyim istəyir 76 alın. 82 üstə gəl, 8 çıx 2. Desəm ki, mən 86-dan istəyirəm ki, yox, 82-dən istəyirəm ki, 66 alın. Neyniyəcəm? 82 çıxılsın. 8 vur 2. Dəqiqə. Mən burada səhv dedim, uşaqlar. 82-dən mən 88 aldım burada. Okey. 82 çıxılsın 66 almaq üçün. 8 vur 2. Eləyər neçə? 66. Və ya mən 82-dən istəyirəm neçə alım? Məsələn, 82 4-ə bölünmür də prost. Məsələn, bölünən bir ədəd olsaydı, 88 olmuş olsaydı burada. Desəm 22 necə alınır? Yazaram 88 bölünsün. Neçə? Bax, bu 2 olmuraq. 82 kimi götürsəydik. Yox. Mən bundan alaram, məsələn, neçəni? Təzdən 88-i ala bilərəm və ya belə deyim də sizə. Neçə alaq bundan? Gəlin belə bir şey düşünək. Tak. Gəl bunun üstünə gələk, 89 alaq. 8 böl 8. 8 bölünsün 8. Eləyər 89. Yəni ki, burada verilmiş ədədlə üstəkilərdən istifadə etmək olur. Və ya qeyri-müntəzəmliklə istənilən burada verilmiş ədədi özünüzdən ədədə vura bilərsiniz. Budur. İndi uşaqlar 5 dəqiqəlik fasiləyə çıxırıq. Sonra təkrarən qayıdırıq dərsimizə. Deməli, yoldaşlar, biz 2 rəqəmli, 3 rəqəmləri göstərdik. Başlayıram burada misallardan 3-cü misala. Başlayaq Aynura xanımdan. Aynura xanım, gəlin misala baxaq 3-ə. 11, 12, 22, 32, 24, 40. Normal ədəd toplamının qaydasından baxdıq deyir. Məsələn, ara məsafəyə baxdıq. Sonra 1, 3, 1, 4 baxdıq. Fibonacci baxdıq. Yalancı Fibonacci baxdıq. Alındıra bilmədik. Bəs necə baxacaq? Bax, 2 rəqəmli birin üstünə 1 gələnə neçə eləyir? 2. Birin üstünə 2 gələnə neçə eləyir? 3. 3. 2 gəlsin. 2 üstə gəl 2. 4. 3 üstə gəl 2. 5. 2 üstə gəl 4. 6. 4 üstə gəl 3. İndi elə bir rəqəm olmalıdır ki, 8 olsun. Cəmi O da 8 eləməlidir. Variantlara baxırıq. Cəmi 8 olan. Hansıdır? 62. Ay, sağ ol. Rahib buradadır. Rahib. Dərsdədirmi Rahib bəy? Xeyr, burada deyil. Şəhla xanım, xoş gəlmişsiniz. Səs aça bilərsinizmi, suala cavab verəsiniz? Salam müəllim, axşamınız Tamam. xeyir. İndi gəlin suala baxaq. Deməli, Şəhla xanım, 11-ci suala baxacağıq burada. Bax, ədəd ardıcı 3 rəqəmlilər verilir. 3 rəqəmli gördünüz. Biz baxış tərzi olaraq ilk növbədə dedik ki, tək-tək baxmalıyıq.
Yəni buna baxırıq 1, 9, 4 kimi. 1, 9, 4-ü cəmləsəniz neçə eləyər? 14 edir də belə. 14. Sonra Azala 2, azala 2, gedir. 9. Tələsmə. 13, 2, 9, 13. 2, 3, 6, 11, 11. 3, 2, 6. Yenə 11. 11. Sual işarəsini bilmirsən. Buradan da Üç. arta-arta gedəcək də hocam. 3, 6, 2, 11. Sonra 4, 9, 1, 10. 14. Bax bu tipli ədədi ardıcıllıq düzgün getməz. Niyə? 4, 13. Məsələn 1 azalıb. 13-dən 11-ə 2 azalıb. Amma sonra təkrar 11 gəlməyib. Bu ədədi ardıcıllığın qanunyuyğunluğunu müəyyən dərəcədə pozur. Absurdlaşdırır. İndi biz tək-tək vurmaya baxaq. 1 vur 9 vur 4 neçə eləyər Şəhla? 4. 1 vur 9 vur 4. 36. Aha, ümumi deyirsiz. Bəli, bəli. 2 36. vur 2 vur 9. Neçə eləyər? 36. 2 vur 3 vur 6. 36 o da. 3 vur 2 vur 6. Rəqəmləri hansıdır? 36. 36 edir hamısı. 3 vur 6 vur 2 36. 4 vur 9 vur 1 36. Deməli rəqəmləri hasili 36 edir. Mən də variantlara baxaram. Hansının rəqəmlər hasili 36-dır? 3 vur 3 vur 6 eləyər 54. 9 vur 6 54. 3 vur 4 vur 6 72. 3 vur 5 vur 2 30. 3 vur 5 vur variantı 4 da orada. 60. Amma 3-ü 4-ə vurarsan 12, təzədən 3-ə vuranda 36. B variantı əla. İndi bu SVD Dragonov yoldaş. Adınız necə oldu? 762-də yazılıb hətta. Bəy, zəhmət olmasa səs aça bilərsiniz, sual verəcəm. Aha, səs aça bilmir yəqin ki. Cəfər bəy, buyurun səs açın, suala baxaq. Buyurun. Cəfər bəy, baxırıq 17-ci suala. 634, 724, 256, 810. 3 rəqəmlidir. İlk növbədə tək-tək baxış aparırıq. Tək-tək baxanda birinci nə etməliyik? Toplamalıyıq. 6, 3, 4-ün. 13. 13. 7, 2, 4-ün. 13. 2, 5, 6. 13. Bu 13. 13-ü necə alır yoldaşlar? Tək-tək cəmləyir. 8, 1, 4-ün 13. İndi variantlardan tək-tək rəqəmlər cəmi 13 olan hansıdır? 5, A variantı. üstə gəl 2, üstə gəl 6, 13. Aha, əla. İndi mən düşürəm növbəti misala. Könüllü varmı suala cavab vermək istəyən? Bəli, bəli. Amal bəy. Bax, Amal. Biz Buyurun. bir dəfə 3 rəqəmini görəndə nə tək-tək cəmləyib, nə toplamaq. Bunlar hər zaman keçərli olmaya bilər. Bax, məsələn, 38-ci misalda. Burada ədədi ardıcıllıq kimi bax. Necə yəni? Ədədi ardıcıllıqdır ya o da. Sadəcə ara məsafələrlə bax. 371-dən 338-i necə alıb? Neçə çıxmaqla? 33. Yeni rəqəmlərin hasilini. Yox, yox, hasili deyil. Bax, Bilin. 371-dən 33 dənə çıxsın 338. 338-dən 305-i necə alırlar? 33 yenə. Ay, sol. 305-dən yenə 33 çıxarsan 272 eləyər. Yenə 33 çıxarsan, düzdür? Bu cavabın neçə olacaq? 103 mənim C variantı. C variantı 239-dan 33 dənə çıxanda 206 B variantı. Bəli, bəli. Bəli. İndi könüllü varmı başqa? Baxaq müəllim. Baxaq İlkin bəy. 43-cü misal. Sonra kimdir könüllü? Mən də mən. Aha, Elana xanım sizinlə də baxarıq. Mən də 12 deyirəm. müəllim adınızı toplayaq deyin. birinci. Bax, cəmi 12. Ay, O da 6, 4, 2. 4, 5, 3. Cəmi 12. 5, 2, 12. 5, 12. 8, 1, 3, 12. Tək-tək cəmi. A variantı. Variantlarda 5, 4, 1. Əla. Elana xanım. Elana xanımdan sonra deyən xanım kim idi? Səsi gəlir prosta ki, tam bilə bilmirəm. İlkanə. Hə, səsinin açıq olduğunu gördüm İlkanə. Okey, gəl baxaq görək burada başqa 3 rəqəmli varmı? Bax, bir də bizim bu kub kvadratı bilməyimiz nə işimizə yarayacaq Elanə? Diqqətlə qulaq as. Bax, verilib bizə 93. Gəl baxaq. 3 rəqəmli, amma əvvəlində 2 rəqəmli.
Kubları əzbərə bilirsənmi Elanə? Yox müəllim, riyaziyyatım o Bax, qədər güclü deyil. 2-nin kubu neçə eləyir? Ha, 9. yox, 2-nin kubu yanında yazılıb. 8. Ay 8. Ay 3-ün kubu yanında yazılıb. 27. 27 hə. 4-ün 4-ün kubu kubu, 64. 5-in kubu 125. 125. İndi hansı ədədin kubu gəlməlidir? 6-nın. İndi müəllim 6-nın. Bax gör son rəqəm 6 olan nə var? Bu. 6-nın kubu O 216. variant. 7-nin kubu 343, 8-in kubu 512. Yoldaşlardan kimsə istəsə, kub kvadrat cədvəlin göndərərəm. Nə zaman istəsə yaza bilər. İndi gəldik İlkaniyə. Ay İlkanə. Gəl baxaq səninə. 98-ci sual. Deməli yoldaşlar, biz dedik ki, 3 rəqəmlərdən istifadəni göstərdim sizə. Burada bəzən olur ki, necə bayaq biz ara məsafələrə baxmadıq, yenə ara məsafə. Prosta sırayla yox, 3 rəqəmlilərin 1-3 qaydasından sintezi. İlkanə xanım, bax 1-3 qaydasından baxacaq 98-ə. Necə olacaq? Gəl baxaq. 8-dən 367-yə. Ay sağ ol. Neçə artıb? 19 artıb. Düzdürmü? 367-dən 86-ya yenə 19 artıb. 86-dan 405-ə 19 artıb. Yenə 19 artıb. Bax, yenə 19 artıb. 405-dən 424, yenə 19, 343. Bax, 421-dən 404-ü necə alar? Elə bir 21-dən 4 al. Neçə çıxandı? 21-dən 17 çıxarsan 4. 17. 404-dən yenə 17 çıxıb alıb 387. 387-dən 17 dənə çıxıb alıb 370. Bəs indi 370-dən neçə çıxacaqsan? 17 çıxacaq. Yenə 17 çıxarsan 50. 353. Düzdürmü? Əla. İndi deməli yoldaşlar, biz 3 rəqəmlərlə işimizi bitirdik. Bəs nə qaldı ədəd ardıcıllıqda bilmək lazım olduğumuz? Yoldaşlar, biz ədəd ardıcılığının qaydasını öyrəndik. Bəs bunların xüsusi qeydi varmı ədəd ardıcılığının? Bəli, var. Birinci xüsusi qeyd nədir? Biz misalda, bizim sual işarəmiz bizə nəyi bildirir? Bax, gəlirəm. 33-ə baxaq da zəhmət olmasa. Lap canım da var. Gəl baxaq. Bax, 33-ə baxaq, sonra qaydanı deyərik. Deməli, bax, 0-dan 2-ni necə alarsan? 2 artırmaqla deyək. Plus 2. Düzdürmü? Plus 2. Sonra 2-dən 4-ü necə alarsan? Vur 2. Düzdür? Vur. 4-dən 7 necə olub Cəfər bəy? Plus 3. Plus 3 vur 2. Təzdən vur 2. İndi neçə olacaq? Plus 17. yox, plus 4. Bax, plus 2. Artır, pluslar artır, bəli, bəli. Plus 4 eləyər 18. Vur 2. Təzdən vurub 2-yə. Sonra 36-dan 41-ə plus 5. 41-dən 82-yə vur 2. Vur 2, plus 1 vur 2. Aydın. Yox, plus 1 vur 2 deyil. Hər dəfə Plus 1 2 vur artırmaq. 2. Hər dəfə 1 artır pluslar. Okey. Hər dəfə 1 artır. Bax, indi plus 5 vur 2 elədin. İndi olacaq plus 6. 82 üstünə 6 gələndə 88 eləyir. Sonra təzədən vurub 2. Olub 18, 88. Qayda belə gedib. Plus 2 vur 2. Plus 3 vur 2. Plus 4 vur 2. Plus 5 vur 2. Plus 6 sonra təzədən vur 2 eləyir. İndi müəllimin dediyi xüsusi qeyd nə idi? Deməli yoldaşlar, əgər sual işarəsi ədədin əvvəlində və ya sonunda gələndə biz necə baxmalıyıq? Əgər sual işarəsi sonda, yəni ədədlərin sonunda gəlsə, bizim istiqamətimiz sualı tapmaqdır. Ona görə də ədəd çoxluğundan sualı doğru gedir. Bəs sual işarəsi əvvəldə gəlsə, məsələn 36-cı sual, 37-ci sual, bu zaman yenə də ədəd çoxluğundan suala gedirik. Yəni sondan əvvələ doğru baxırıq.
Yəni sual işarəsini məsələn əvvəldə görüb 32-dən 10 alıb, 10-dan 40 bu formada getsəniz siz çaşbaş qalacaqsınız. Amma geridən əvvələ gəlsə sizin üçün rahat olacaq. Bunu məncə çoxunuz təxmin edirsiniz ki, sualı alırıqsa biz əsasən suala doğru hərəkət etməliyik. Bəs sual işarəsi ortada gəlsə, sual işarəsi misal olaraq ortada gəlsə, məsələn, ədəd çoxluğundan ortaya doğru bir gəlirik. Bir də geridən ortaya doğru bir gəlirik ki, yoxlayaq görək, ödəyirmi? Yəni, bizim oxlarımız ancaq suala doğru hədəflənəcək. Bəs növbəti xüsusi qeydlər nədir? Bir var ədədi sıralama. Ədədi sıralama nədir? Bax, buna uyğun olaraq 50-ci misal var burada. 50-ci misal. Sıralama qaydası. Sıralama qaydası necə gedir? Gəlin baxın. Bax, 4-dən 6-ya neçə artıb? 2 artıb. 6-dan 9-a 3 artıb. 9-dan 13-ə 4 artıb. 13-dən 16-ya 3 artıb. 16-dan 20-yə 4 artıb. 20-dən 25-ə 5 artıb. 25-dən 29-a 4. 29-dan 34-ə 5. Bax, dayandım. Burada ədədi sıralama nədir? Üstləri bir dənə oxuyaq. 2, 3, 4. 3, 4, 5. 4, 5 neçə gələcək indi? 3 gəlmə. Yox, qadası bax. 2, 3, 4. 3, 4, 5. 6 gəldi. 4, 5, Altı. 6 gəlmə. 6. Ha, bir. 34-ün üstünə 6 gələndə 40 eləyər. Okay. 40-dan 45-ə 5 artar. 45-dən 51-ə 6, 51-dən 58-ə 7. Yəni, ədədi sıralama budur ki, ara məsafələrə baxdığında sıra müəyyən qanuna uyğunluqla gedir. Məsələn, bu belə də ola bilərdi. Ara məsafəyə baxmısan, belə olub. 1, 3, 5. 3, 5, 7. 5, 7, 9. Sonra yazıram mən belə. 7. Okay, dayanıram. Bu necə baxacam? 1, 3, 5. 3, 5, 7. Düzdür? 5, 7, 9. İndi neçə gəlməlidir? 7, 9, 11. Yəni, ara məsafələri siz müəyyən qruplara ayırırsınız. Bax, bu bizim bir xüsusi qeydimiz. Bəs sonuncu xüsusi qeyd nədir? Sonuncu xüsusi qeyd qruplaşdırmadır. Qruplaşdırma nədir? Bəzi misallarda ədədə ardıcıllıq kimi baxanda bizim müəyyən hissələrdə qaydalarımız pozulur. Necə yəni? Bax, gəlin indi buna baxaq. Bax, 2, 15-ci suala baxırıq. 2, 18, 36, 4, 7, 28, 9 sual 36. Müəyyən ədədi ardıcıllıqda öyrəndiyiniz qaydaları tətbiq edərkən, əgər qaydalar buna uyğun deyilsə, müəyyən hissələrdə qırılma olursa, siz bu zaman yadınızda saxlayın ki, qruplara bölə bilərsiniz. Necə? Mən baxıram, neçə dənə rəqəm var misalda? Neçə dənə ədəd var? 3, 3, 3. 9 dənə. 9-u mən 3-3 qruplaşdıra bilərəm. Məsələn, necə? 1, 2, 3 qrupu. Bax, qruplara böldüm. 2, 18, 36. 4, 7, 28, 9 sual 36. 2-ni 18-ə vurub neçə eləyib? 36 eləyib. Daha burada 36-dan 4-ü axtarmayacaqsan. Çünki qrupa bölmüsənsə, birinci qrupun ikinci qrupa aidiyyəti yoxdur. 4-ü vurub 7-yə 28. 9-u vuracaqsan sual 36. Sual neçə olacaq? 4. Sual 4 olur. Buna dair bir dənə misal göstərəcəm sizə. Bir dənə də misal göstərəcəm ki, tam aydın şəkildə aydın olsun. Aydın şəkildə aydın olsun, biraz söz günməyə çıxdı. Tam aydın olmaq üçün bir dənə də göstərim. Bax, 95-ci misal. Baxırıq ki, burada nə yazılıb? 4, 2, 4, 9, 14, 42, 49, 5, 35. Burada ədədi ardıcıllıqda öyrəndiyiniz qaydaları mən bunu deyəcəm sizə həll yolu. Halbuki sonradan özünüz yoxlayın ki, müəyyən yerdə qırılmalar olur. Amma bəs biz buna 3-3 qruplaşdırmanın baxa bilərikmi? Sayırıq görək neçə dənə ədəd var. 3, 6, 9, 12, 15. 3-ə bölünür. Gəlin yoxlayaq. 3-3 qruplaşdırın. Çəkirəm xətlərini. İndi mən baxaram.
Hər qrupun birinci rəqəmi. 4, 9, 49, 36, 16. Bunlar nədir? Kvadratlardır. Gəlin baxın. 4 nəyin kvadratıdır? 2-nin. 9 3-ün. 49 7-nin. 36 6-nın. 16 4-ün. Uşaqlar, 4 2-nin kvadratıdır. Həmin bu 2-ni ortadakı 2-yə vurub olub 4. 9 3-ün kvadratıdır. Həmin 3-ü 14-ə vurub 42. 49 7-nin kvadratıdır. Həmin 7-ni 5-ə vurub 35. 16 4-ün kvadratıdır. 4-ü vurub ortadakı 8-ə 32. İndi mənə nə lazımdır? 6-nı birinci sual işarəsinə vurduğumda ikinci cavab olsun. 6-nı 24-ə vuranda 8 eləyər? Eləməz. 6-nı 12-yə vuranda 48 eləyər? Eləməz. 6-nı 8-ə vuranda 64 eləyər? Eləməz. 6 vur 4, 44 eləyər? Eləməz. 6 vur 11, 66 eləyərmi? Bəli, eləyər. Cavabımız bu. Deməli, yoldaşlar, bugünlük bu qədər. Mən sualsız ədədi ardıcıllıqda qaydaları hər birini öyrəndim. Suallı ədədi ardıcıllıqda. Sualsız ədədi ardıcıllığı isə inşallah növbəti səfərlərdə bir gün vaxt təyin edib sizlərə